Bismillahirrahmanirrahim. Dəyərli mənəvi dəyərlərin izi ilə verilişinin izləyiciləri. Müqəddəs Şaban ayında bir daha hər birinizi salamlayıram. Allah bu ayın bərəkətindən bizləri bir nəsib etməsin. Bu ayın ibadət itaətini bizlərə nəsib eləsin inşallah. Keçən mövzularda bugün cəmiyyətimizə çox ehtiyac duyulan bir sifətin barəsində danışırdıq, həya hissi barəsində. Dedik ki, həya bəzən yanlış məna olunub bizim dilimizdə. Həyanı utanmaq kimi, həyanı çəkinmək kimi, qorxmaq kimi, bəlkə təqvalı olmaq kimi tərcümə olunub. Amma əslində həya bunlardan çox ali bir sifətdir insanda. Hətta Həzrət Əmr əleyhissalamdan hədis var, buyurur, Əl-həya səbəbə ilə kulli cəmil. Həya bütün gözəlliklərin, bütün gözəl insani dəyərlərin yaranma səbəbidir. Yəni bir insanda əgər həya varsa, onun bəli utanmağı da olacaq, çəkinməyi də olacaq, onun vərəsi də olacaq, onun təqvası da olacaq. Lakin biz həyanı tək bunların biri kimi məna edə bilmərik. Bəlkə bunların hamısının cəmi həya sifətidir insanda ki, bu günləri çox ehtiyac duyulan bir məsələdir. Keçən bəhsimizdə də dedik, ehtiyac yoxdur ki, biz şəri hökmləri insanlara, balalarımıza, cəmiyyətə təlqin edək. Olarları, olmazları insanlara təlqin edək. Haramları, vacibləri insanlara izah edək. Biz həya hissini yerinə oturtdura bilsək, bunlar hamısı ardıca özü gələcək. Bunların hamısı artıq insanın özündə bir mələkəyə çevriləcək. Yəni insan həyası varsa artıq o günahı özünə sığışdırmayacaq. Və yaxud kiminsə haqqına girməyi özünə sığışdıra bilməyəcək. Bir insanda həya hissi olsa, o mən deyərdim ki, mükəmməl insan olacaq əslində. Həzrət Peyğəmbər Əkrəmdən bir hədis var. Uyun Əxbar Rızada bir hədis Peyğəmbər Əkrəmdən nəql olunur. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, istəyirsiniz mən 124 min Peyğəmbərin bütün kəlamlarını cəm eləyim sizə bir kəlmə ilə deyim. Təsəvvür edin, 124 min Peyğəmbər gəlib. Bunlar neçə illər əziyyət çəkib təbliğ aparıblar. Əziz Peyğəmbərimiz deyir ki, 124 min Peyğəmbərin hamısının gətirib cəmiyyətə çatdırmaq istədiyi, demək istədiyi fikri mən bir cümlə ilə sizin ifadə edə bilərəm. Dedilər, ya Rasulallah, deyinən biz də bilək. Həzrət buyurdu, İza ləm yəstəhyi fəsnə ma şiət. Zaman ki, insanda həya hissi olmasa, o insan hər şey edə bilər. Yəni, bütün Peyğəmbərlər bunu izah eləmək üçün gəliblər. Allah Peyğəmbərləri buna görə göndərib ki, bir insanın həya sifəti getsə, həyası olmasa, o insan da hər şey edə bilər. Da onda sonra sənə təəccüblü gəlməsin ki, mən filankəs eşitdim günah edib. Hətta namaz qılan idi. Filankəs hətta ziyarətə də getmişdi, amma eşitdim ki, filan işi görüb. Bu sənə təəccüblü gəlməsindir. Adamda ki, həya hissi getdi. Adam ilk növbədə yaradanından utanmadı, yaradanından xəcalət çəkmədi. O heç bir bəşər evladından utanmayacaq. Biz onu hər günahda görsək də, görməsək də, o da narahat olmayacaq. Ona görə bu həya sifəti çox mühüm bir məsələdir. Əziz Peyğəmbərimiz bunun barəsində buyurur, Mən huriməl həya fəhvə şərru kulluh və in təabbədə və təvərrə. Bir insanda həya hissi aradan getsə, o bütün şər işləri icra eləyər, bütün şərlər onda cəm olar. Ardıca görün, diqqət edin, Peyğəmbərimiz görün nədir? Deyir, baxmayaraq ki, o ibadət edir və vərə sahibidir. Çox düşünməli bir hədisdir. Yəni, zahirən biz baxırıq ki, filankəs məsələn, ibadəti də var, zahirən cəmaatın içində təqvalı da gəzir, dolanır. Əziz Peyğəmbər buyurur ki, əgər onun həya hissi gedibsə, bilin ki, bütün şərlər onda cəm olacaq. Bütün şərləri, bütün ağlınıza gələn, gəlməyən günahları bu insan edə bilər. Tarixə biz qaydaq, baxaq tarixin səhifələrinə. Biz bəzən təəccüb edirik ki, insanlar necə ola bilər? Gəlib Həzrət Əli əleyhissalamı görə dərk edə, sonra da onu mehrabda namaz üstündə öldürər. Kim də öldürən bunu əslində vərə sahibi idi. Əslində ibadət əhli idi. Gecə gündüz ibadət eləyirdi.
Ya insanın həyası gedəndən sonra o gələr İmam Hüseynin qatilinə çevirilər. O gələr İmam Həsənin qatilinə çevirilər. O gələr haqqın qatilinə çevrilə bilər. Yəni bir yerdə haqla nahaqqın mübarizəsini görəndə o rahat-rahat gedib nahaqqın yanında dayana biləcək. Bugün dünyanın səhnəsinə baxaq. Dünyanın hər bir yerində haqq və nahaqqın mübarizəsinə diqqət edin. Görürsüz, o insanlar nahaqqı müdafiə edir ki, o insanlar artıq həya sifəti onlardan gedib. Artıq heç bir şeydən utanmır. Göz görür ki, burada haqq bu məsələdir. Bu görsən nahaqqı müdafiə edir. Niyə? Çünki artıq utanmır. Çünki bu hiss, bu duyğu bundan gedib. Özü də gün kimi özünə aydın olan nahaqqı müdafiə edirsə bir insan, demək ki, bunun həya duyğuları, həya hissləri aradan gedib. Münafiq barəsində Quran-ı Kərimdə Allah çox danışır da. Hətta bir ayrıca münafiqin surəsi gəlib, nazil olub, münafiqlərin barəsində danışır. Həzrət Peyğəmbərimizdən hədis var. Buyurur ki, münafiq üçün heç bağışlanmaq da Allahdan diləməyin. Yəni icazəli deyil ki, bir nəfər münafiqdirsə, onun üçün bağışlanmaq diləyəsən Allahdan. Deyir, münafiq üçün heç bağışlanmaq da diləməyin. Çünki münafiq dinimizdə kafirdən pisdir. Kafirin heç olmasa mövqeyi bəllidir. Deyir ki, mən Allahı qəbul eləmirəm. Münafiq təhlükəlidir. İnsanların, müsəlmanların yanında deyir, mən Allahı qəbul edirəm, amma müsəlmanlardan ayrılır, gedir Allahın düşməni ilə görürsən ki, bir yerdə oturur, bir yerdə durur, şeytanla yoldaşlıq edir, şeytanın buyruqlarına əməl edir. Ona görə hətta şəxsi məsələlərimizdə də biz götürsək, görürsən ki, bir insanın düşməni olur, bir də insana dost kimi görsənən düşmən olur. Hansı pisdir? Düşmən ən azından mövqeyini bəlli edib, zahirdir, tanıyırsan, bilirsən. O dost kimi görsənən düşməni ki var insan, o daha təhlükəlidir. Ona görə əziz Peyğəmbər buyurur ki, münafiq üçün heç bağışlanmaq da belə diləməyin Allahdan. Münafiq çox pislənmişdir Quran-ı Kərimdə. Amma əziz Peyğəmbərimiz münafiqin barəsində bir söz deyir. Həzrət buyurur ki, irci'u lil münafiq madama yestahyi. Bir ümid var, münafiq adam düzəlsin, əgər onun həya hissi varsa. Nə gözəl bir hədisdir. Yəni, ən pislənmiş sima nədir? Münafiqdir. Əziz Peyğəmbər buyurur ki, onun da həya hissi varsa o düzələ bilər. Amma zahirən mömin libasında olan bir insan həya sifəti olmasa, onun aqibəti heç də yaxşı bitməyəcək. Ki, bunun, yenə deyirəm, tarixdə çoxlu misalları var. İnsan günahkar ola bilər. Amma ən azından həya hissini itirməsin, həya duyğusunu itirməsin. O bir hadisə, danışmışam mən bunu əvvəllərdə də, Əli İsfahaninin hadisəsini ki, günahkar bir insan idi, bütün günahları eləyirdi. Özü də qolu güclü bir insan idi, insanlar ondan çəkinirdi. Əli İsfahani axırda bir Həzrət Əbəlfəzlin rozası ilə hidayət olundu. Mən vaxt aparıb onu ətraflı danışmaq istəmirəm. Bir Həzrət Əbəlfəz rozası ilə insan nicat tapdı. Onun yaxın dostu və gəldi o cür bir günahkar insan. Hər gün içki içən, insanlara zor tətbiq edən, insanların haqqına girən bir insan gəldi axırda böyük bir iman əhli oldu, tövbə etdi, bütün həyatını dəyişdi və sonda Həzrət Əmr əleyhissalamın hərəminin həyətində namaz vaxtında dünyasını dəyişdi və o hərəminin həyətində də ilə dəfn olundu. Onun bir yaxın dostu deyir ki, mən Əli İsfahaninin ne üçün sonluğu yaxşı bitdiyini bilirəm. Səbəbini mən bilirəm. Dedilər, ne üçün? Dedi, çünki nə qədər günah eləməyinə baxmayın, çox abırlı, həyalı bir insan idi, çox qeyrətli bir insan idi. Cəmaatın namusuna, cəmaatın malına heç vaxt kəc baxmazdı. Nə qədər günahkarda olsa, küçədə bir naməhrəm görəndə heç vaxt ona gözünün ucu ilə baxmırdı. Ona görə əziz Peyğəmbərimiz buyurur ki, irci'u lil münafiq madama yestahyi. Hətta münafiqin də düzəlməsinə ümid var, bir halda ki, onun həyası var. Tarixin səhifələrində Kərbəla biz üçün bir məktəbdir, bir örnəkdir də. Hər dəfə biz ora müraciət edirik bu cür məsələlərdə.
Baxın görün Kərbəlada kimlər hidayət oldu? Son anda Hürr hidayət oldu çünki həyalı idi. İmam Hüseyn əleyhissalam ki Məhərrəm ayının ikisində Kərbəlaya daxil olanda Hürr ki onun qarşısını kəsmişdi. İmam Hüseyn əleyhissalam dedi: "Səkələt ki ummi ki anun matəmdə otursun. Hürr, sən bu nə cinayətdir, sən törədirsən." Orada Hürr bir kəlmə dedi. Dedi ki, Hüseyn, mən sənə cavab qaytaracağam, amma anun xanım Fatimədir, mən həya eləyirəm, mən də sənə deyim səkələt ki ummi, sənin anun matəmdə otursun. Alimlər deyirlər ki, 8 gün sonra Hürrün hidayət tapması, gəlib şəhidlərə qoşulması, şəhadət şərbətinin içməsinin səbəbi bu idi ki, o insan həyalı idi. Baxmayaraq düşmən cəbhəsində durmuşdu. Baxmayaraq günahkar idi. Baxmayaraq imamət yolunda deyil idi. Amma həyalı idi. Ona görə bu həya məsələsini biz həyatımızda mütləq tətbiq eləməliyik. Həzrət Əmr əleyhissalam öz xilafəti zamanında valilər təyin edirdi müxtəlif məntəqələrə. Əlbəttə Misrə, Şama o dövrdə bunlar ayrı-ayrı ölkələr deyildilər. Hamısı İslam dövlətinin içərisində vilayətlər hesab olunurdu və əmir də o vilayətlərə öz valilərini təyin edirdi, rəhbərlər təyin edirdi. Malik Əştər ən yaxın səhabəsidir, sirdaşıdır, silahdaşıdır. Onu Misrə təyin edib Həzrət Əmr əleyhissalam. Misrə təyin edəndən sonra Həzrət bir məktub yazıb, tapşırıqlar verir Malikə. Malikə deyir ki, Malik, orada sən ətrafında mütləq işçilər götürməlisən də, sənin köməkçilərin olmalıdır, müavinlərin olmalıdır, ambardarın olmalıdır, sərkərdələrin olmalıdır, xəzinədarın olmalıdır və s. və ilaxır. Mütləq sənin orada bir işçi heyətin olmalıdır. Baxın, Həzrət Əmr əleyhissalamın tövsiyəsinə məktubunda yazır, Nəhcül Bəlağada 53-cü məktubdur. Buyurur, وَتَوَخَّ مِنْهُمْ أَهْلَ التَّجْرُبَ وَالْحَيَا. Malik, orada təyin edəcəyin idarə heyəti, orada təyin edəcəyin məmurlarda bu iki sifət olsun. Bu iki sifət kimdə varsa, onu məmur olaraq təyin elə. Bu iki sifət olmasa, yaxın buraxma. Hansılardır o sifətlər ya Əmirül Müminin? Buyurur, təcrübəsi olsun, iş təcrübəsi olsun və həyası olsun. Nə qədər Həzrət Əli əleyhissalam mükəmməl bir sistem qurmuşdu. Həzrət Əmr əleyhissalam orada demir ki, Malik, orada təyin elədiyin insanların təqvası olsun, orada təyin elədiyin insanların imanı olsun, gecə namazı olsun, elmli adamlar olsun. Bunların heç birindən Həzrət Əmr əleyhissalam söz açmır. Bir iki dənə iş olsun, təcrübəsi olsun, iş apara bilən adam olsun və həyası olsun. Yəni bu günləri bir insana ki, bir iş məsuliyyət tapşırılıb, bir idarəçilik tapşırılıb, bir məmuriyyət ki, bir insana tapşırılıb, o insanın həyası olsa, da ona heç bir nəzarət mexanizminə ehtiyac qalmır. O zaten işini layiqincə yerinə yetirməyə çalışacaq. Gücü çatdığı qədər haqqını işin verməyə çalışacaq. Bu gün cəmiyyətdəki problemlər nədən doğur ki? Hər yer, məsələn, o təyin olunmuş insana əgər həyası yoxdursa, o öz iş yerində öz müstəmləkəsi hesab edir, istədiyi işləri görür, istədiyi işləri icra edir. Hətta əxlaqdan kənar işlər belə ondan, o insandan sadir olur. Ona görə həya mövzusu, həya məsələsi çox mühüm bir məsələdir bizim həyatımızda. Lakin burada bir sual ortaya gəlir ki, Həzrət Əli əleyhissalam Malikə deyir ki, oradakı işçiləri bu iki səbəbə görə təyin elə. Bir təcrübələri olsun işdə, yəni bağbanı aparıb sən hesabdar qoya bilmərsən. Gərək adamın işdə təcrübəsi olsun da. İkinci bir məsələ nədir? Həyası olsun. Yaxşı, ya Əmirül Müminin təcrübəsi olmağı bildikdə baxarsan adamın dünənə qədər bu işdə işləyibsə, təcrübəsi varsa, bu məlum olan bir məsələdir. Bəs adamın həyalı olmağını ya Əmirül Müminin biz hardan bilək? Əsas məsələ də budur. Qarşımızdakı insan hardan bilək ki, həyalı insandır? Hardan tanıya bilərik biz həyalı insanları? Və yaxud özümüzü? Mən özümü istəyirəm təftiş edeyim. Ya Əmirül Müminin. Mən bilmək istəyirəm ki, mən həyalı bir insanam, yoxsa deyiləm? Mən özümü necə təcrübə edeyim?
Mən özümü necə təftiş edim və yaxud qarşımızdakı insanları necə təftiş edək? Həzrət buyurur ki, bir neçə məsələ var həyanı təyin etmək üçün. Onlardan birini əlbəttə Həzrət Süleymanın dili ilə desək, Davud əleyhissalam Süleyman peyğəmbərin atası idi. Hər ikisi peyğəmbərdir. Bir gün Davud əleyhissalam Allaha müraciət edir. Deyir ki, İlahi və Rəbbi, mən artıq nübüvvəti oğlum Süleymana təslim eləmək istəyirəm. Yəni, Süleyman da sıradan bir insan deyil ki, əleyhissalam. Quran-ı Kərim buyurur ki, Ləqəd ətəynə Davud və Süleymana ilma. Biz Davuda da, biz Süleymana da elm vermişik. Hər ikisi elm sahibidirlər. Və vərisə Süleymana Davud. Biz Süleymanı Davudun varisi təyin eləmişik. Amma hansı mərhələdən sonra ona peyğəmbərlik varisi təyin edildi? Allah dedi ki, ya Davud, 14 dənə sual mən sənə öyrədəcəyəm. O sualları Süleymandan, oğlundan soruş. O suallara düzgün, dolğun cavab verə bilsə, ondan sonra biz ona peyğəmbərlik verərik. Sual verən, sualları təyin edən Allah Müteal özüdür. Cavab verən də elm sahibi olan Həzrət Süleymandır. İnnəllaha əvhə ilə Davud, Allah Davud peyğəmbərə vəhy elədi həmin sualları. Əynə məvzu'ul həya, həmin bəhsimizə aid, yəni 14 sualın əlbəttə təbii ki, biz 14-ünü də bu verilişimizdə danışmaq fikrimiz yoxdur. Mövzumuza aid olanı. Sual edir ki, əynə məvzu'ul həya. Ya Süleyman, həyanın mərkəzi insanda haradır? Harada cəmlənib həya? Əynə məvzu'ul batil, bəs batilin mərkəzi haradadır? Ki, inşallah nəsib olar növbəti günlərdə o biri bəndləri barəsində inşallah mövzundan danışarıq. Əsas mövzumuz əynə məvzu'ul həya, həyanın mərkəzi, mənbəyi haradadır? Sual verir Həzrət Süleymana. Həzrət Süleyman cavab verir. Allah Mütealın sualının müqabilində buyurur ki, Mavzu'u həya əl-əynan, həyanın mərkəzi gözlərdir. İnsanın gözü həyalıdırsa, insanın nəfsi də həyalı olacaq. İnsanın ruhu da həyalı olacaq. Yox, göz həyalı deyilsə, o zaman o insandan həya gözləməyin, mən düşünürəm ki, heç bir mənası yoxdur. Hədislərdə çox tövsiyə olunub bizə. Həssinu biha nisa'əkum. Nur surəsini xanımlarınıza öyrədin, xanımlarınıza oxuyun. Xanımlarınız adət eləsin Nur surəsini oxumağa. Niyə ya Rasulallah? Nur surəsini niyə? Deyir, hər kim istəyir malı və namusu amanda qalsın, onun evində Nur surəsi oxunmalıdır. Əlbəttə, surənin zahirini oxumaqdan söhbət getmir. Onun mənasını dərk edib başa düşməkdən söhbət gedir. Nur surəsi həya mövzusu ilə mükəmməl dolğun bir surədir. Yəni, həya mövzusunu bir insan istəsə ki, həyatına tətbiq eləsin, mütləq Nur surəsinə müraciət eləməlidir. Həmin surədə Allah Müteal buyurur, Qullil mu'mininə yəğuzzu min əbsarihim. Peyğəmbər möminlərə tapşır, möminlərə dicinən yəğuzzu əbsarihim. Gözlərini, bəzən gözlərini örtsünlər kimi tərcümə olunur bu. Günahın müqabilində gözlərini örtmək. Əslində bu gözlərini örtmək yox. Gözlərini bağlasınlar, qapasınlar ümumiyyətlə günaha qarşı. Yəni, insanın günaha düşmə səbəbi gözdür. Bugün cəmiyyətimizdə baş verən fəsadlar böyük əksəriyyəti gözdən başlayır. Bu, xanımlara da aiddir, kişilərə də aiddir. İnsanı zinaya aparıb çatdıracaq amil gözdür. Gözdən başlayır bütün məsələlər. İstəyir bu filmlərin vasitəsilə olsun, şəkilə baxmaq vasitəsilə olsun, sosial şəbəkələrə baxmaq vasitəsilə olsun, küçədə, bazarda naməhrəmə baxmaq səbəbi ilə olsun. Hər bir halda insanlar gözlərinə sahib çıxa bilsələr, şəhvani duyğuları onların günaha təhrik etməyəcək. Bu çox mühümdür. Və o qədər mühüm bir məsələdir ki, bu.
Adətən Qurani-Kərimdə bir çox məsələlərə biz baxsaq, Allah Peyğəmbərinə deyir ki, Peyğəmbər möminlərə de, ümumi şəkildə deyir bunu, möminlərə de. Bu surədə əvvəl deyir möminlərə, ardıca deyir Qurani-Kərimdə və qul lil mu'minat yağdudna. Peyğəmbər həm də möminə xanımlara deyilən ki, gözlərini bağlasınlar günaha qarşı. Yəni tək kişilərə aid bir məsələ deyil. Həm xanımlar gözlərinə sahib çıxmalıdırlar, həm kişilər gözlərinə sahib çıxmalıdırlar. Bu hər iki tərəfə şamildir. Quran bunun barəsində ciddi tapşırıq verir. Yağdudna min əbsarihinnə və yahfazna furujahunna. Gözlərini bağlasınlardan sonra Allah deyir ki, və öz namuslarını, həya yerlərini qorusunlar. Yəni birinci növbədə göz gəlir. Gözünü insanı örtməsə günahdan, bundan sonraki məsələlər onun ardıca gələ bilmir. Yəni adətən göz insanları günaha aparır. Və həyanın da əsas mənbəyi, həyanın da əsas mərkəzi insanın gözüdür və insan öz gözünə sahib çıxmalıdır. Bəli, əziz dəyərli izləyicilərimiz, bu həya mövzusu geniş bir mövzudur və bugün biz nisbətən bir hissəsindən danışdıq ki, cəmiyyətdə insanlar gözünə sahib çıxmalıdırlar, həya hisslərinə sahib çıxmalıdırlar və bunun əksi cəmiyyətin fəsadına, cəmiyyətin bəlasına aparan amillərdir. Allah bu işdə bizləri hər birimizi müvəffəq eləsin. Allah xalqımızı, Allah bütün İslam ümmətini həyalı yaşamağı müvəffəq eləsin inşallah. Salamat qalın və əssalamu aleykum və rəhmətullah.